Mən 2 mərtəbə deyirəm, amma yəqin ki, müştərilər rəydə bildirərlər ki, bu ev 3 mərtəbədir. Çünki qaraj hissəsi demək olar mərtəbə kimidir. İstəsəz mərtəbə kimi də istifadə edə bilərsiniz. Belə bir qaraj forması var və belə bir köməkçi otaqlar var. Yəni istəsəz burada yay mətbəx eləyə bilərsiniz və yaxud da bölgü ilə otaq da eləyə bilərsiniz. Amma yetərincə böyük evdə onun üçün də heç ehtiyac duymuram. Oraya ilə qaraj kimi qalsa daha yaxşıdır. Masazırda asfalt küçənin düz kənarında. Marşruta cəmi 2-3 addım. Bura evimizin giriş hissəsidir. Sənədimiz paket kupçadır. Evimizin girişdən solda böyük belə bir qonaq otağıdır. Baxın. Belə bir qonaq otağıdır. Birbaşa eyvana çıxışı var. Qapısının ağzında da maşın saxlamaq üçün yeri var. Həyətində maşın saxlamaq üçün yeri var. Qarajı var. Ümumilikdə gördüyünüz kimi mətbəx, koridor, hamam sanuzel sistemi stipolla. Stipoldur. Bax burada kollektordur gördüyünüz kimi. Qalxıram ikinci mərtəbəsini təqdim etməyi. Sağda birbaşa yenə hamam sanuzeldir. Belə bir böyük otağı var. İkinci mərtəbəsində də gördüyünüz kimi. Bura otaqları bir-bir göstərirəm. 135 min manatdır. Sənəd paket kupçadır. Masazırda 569 nömrəli marşrutdan. Baxın buradan deyirəm də. 3 addımdır. Maşınlar keçir. Alt saylı məktəbə də yaxın bir ərazidədir. Tam ətraflı göstərdim. Hündür ərazidə, nəmişliyin olmadığı bir yerdə. Qiymət 135 min manat. Suyu, qazı, işığı hər biri qaynidir. Kanalizasiya mərkəzidir. Sənəd paket kupçadır. İnşallah gələrsiz ev yiyəsindən görüşdürərik. Real arzılara endirim olunacaq. Sağ olun, salamat qalın.